dəfə bunu danışmışam. 3 dənə 5 almışdım. Adətən anamın üstünə qaçırdım ki, bax, məni tərifləyirdi o dəqiqə, sığallayırdı, yəni eqomu xoş gəlirdi. Atam baxdı, dedi ki, özün üçün oxuyursan da. Yəni məndən afərin mi gözləyirsən? Hə, mən fikirləşdim ki, ata belə şeyləri başa düşmür, mənim sevincimi bölüşmədi. Şapalaq kimi oturdu mənə bu. Gəldim anama ki, atama dedim, heç bir şey demədi, heç bir çıxarıb bir 50 qəpik də vermədi mənə. Məsəl üçün deyirəm, bilmirəm. Bilmirəm də, nə gözləyirdim, yadımda deyil, amma bir tərif gözləyirdim özümə sarı. O isə mənə belə soğuk su tökdü başıma ki, özün üçün oxuyursan da. Amma nə qədər də gözəl deyibdi. İndi bu adamlar xəbərləri paylaşır ki, ay getdi məsəl üçün Harvardda girdi, ay bu masaj, ay Sorbonda oxuyur. Hə, sənə nə, hə? Deyirəm, özün üçün, o özü üçün oxuyur da. Bu cəmaət niyə sevinir? Ay sənə. Və bu ilə niyə bölüşürlər? Yox, qürur mənbəyi də Azərbaycan üçün qürur mənbəyidir. Bölüşülmənin tərəfdarı deyiləm, amma onu belə bir şeylə, bu adam özü üçün onu eləyir. Özü üçün eləyir də, hələ bilmir nə qədər, necə oxuyacaq, nə tər olacaq, nə olacaq. Nəysə, mən bu iki misalı ona görə çəkdim ki, zamanla mən bu xoşuma gəlməyən gənclikdə məqamları əslində nə qədər yerində olduğunu anladım. İndi siz düşünürsünüz ki, siz evladlarınıza az bir şey verə bilərsiniz. Evladlarınız sizin qayğınızda olmalıdırlar. Çalışmalıdırlar ki, Konfutsi deyirdi, evlərini elə yerə yerləşdirsinlər ki, anasına, atasına 15-20 dəqiqəyə ulaşa bilsinlər. O zaman mən nə xeyirsiz evladım. Hə, bu çox önəmli bir şeydir. Birdən-birə ehtiyacları olar. Zəruri halda deyir, çox uzağa getməlisinizsə, harda sizi axtarmaq lazımdır, ən az onun yerini bildirin deyir valideynlərə.